Bugün bulvardakı yarmarkadayıq. Gəlin görək burada hansı yeniliklər var. İlk öncə heç vaxt dadmadığım fish and chips stendindən başlamağa qərara gəldim. Biz 2 nəfər üçün bu seti sifariş etdik. Sifarişimiz tez hazır oldu və gözümüzün önündə hazırlanırdı. Bu hazır olana qədər mənim artıq ağzımın suyu axmışdı, çünki mən balıq çox sevirəm. İşçilər də səmimi idi. Sifarişimizi aldıqdan sonra oturub onun dadına baxmağa başladıq. Dadını çox bəyəndim. Buna 10 üzərindən 9 bal verirəm. Sadəcə bəyənmədiyim tək nüans o oldu ki, kaduşka mən daha xırt-xırt gözləyirdim. Amma dostum əksinə balığı daha xırt-xırt gözləyirdi. Balığın içində çəkdiyim sinsin yumşaq idi, çox dadlı idi. Yanında da 2 cür sos verirlər. Biri ketçup, o birisinin adını bilmirəm, çünki mən ketçupdan başqa heç bir sosu yemirəm. Fish and chipsi yox etdikdən sonra növbəti stendimiz noodle oldu. Noodle'u heç vaxt yoxlamamışam, ona görə mənə də maraqlı gəlir ki, dadı necə olacaq. Sifarişimizi gözləyənə qədər istədiyim biraz sizin üçün yarmarkanı çəkim. Çox gözəldir, həqiqətən mən çox bəyəndim. Ümumiyyətlə şəhərimizi bu il çox gözəl bəzədilər. Sifarişimiz artıq yavaş-yavaş hazır olurdu. Hazırlama qaydasını da çəkdim sizin üçün. Sifarişimiz hazır oldu və mən sifarişimi təhvil aldım. Mən niyə bu qədər mıtlıyam görürsən? Bu nə həyəcandır? Biz qarışıq olanı aldıq dostlar. Göbələkli və toyuqlu ayrılıqda 7 AZN-dir, amma qarışıq 8 manatdır. Mən tövsiyə edirəm ki, bura gələndə mütləq 8 AZN-ə qarışıq olanı alın. Yəni aralarında 1 manat fərq var. Noodle tam olaraq 10-da 10. Sadəcə başlarda yaşıl soğanın dadı çox hiss olunurdu, amma daha sonra mənə daha dadlı gəlməyə başladı. Yarmarkanı biraz fırlandıq. Bu yol Kanqabanda biraz belə poz verdim, bir dənə belə poz verdim, bir dənə də burada poz verdim, bir dənə də belə fırlananda poz verdim ki, videoya qəşəng kadrlar çıxsın. Daha sonra isə oyun oynamaya qərara gəldik. Mən bir dəfə burada Angry Birds oynamışdım və udmağıma çox az qalmışdı. Bu dəfə düşündüm ki, oynasam udaram. Birincisini yaxşı oldu, açdım. Dedim ki, fisioda bu qız partladacaq. Amma sonradan artıq nəysə də düz bildi. Sonra da uduzdum, uzaqlaşdım oradan. Burada da benim telefon çalıyor, bir dakika. Biraz fırlandıqdan sonra dedim ki, mən şirniyyat yeməsəm olmaz bura gəlmişəm və Magnolia stendinə yaxınlaşdıq. Bu təzə çıxıb, belmiyordu. İçində şokolad topları olur və üstündən də şokolad olur. Yəni çox dadlı idi, mən bəyəndim. Ümumiyyətlə şokolad olan bir şeyin dadsız olmaq kimi bir imkanı yoxdur. Mən şokoladlı olan hər şeyi çox sevirəm, çox bəyənirəm. Üstündən də qəşəng Nutella şokoladlarını qoyuruq, paketləyib və mən sifarişimi təhvil alırım. Yüngülvari bir unpacking. Biraz qarışdırdıqdan sonra dadına baxıram və çox bəyənirəm. Buna da 10-da 10 deyirəm. Markaya gəlsəniz mütləq bunu sınayın. Çünki bu təzə bir məhsuldur. Yəni daha sonra tapmaya bilərsiniz. Çayla bir yerdə də çox qəşəng getdi. Yəni mən çayla şokoladı çox sevirəm. Nəysə, indi deyəcəksiniz bu qız da hər şeyi bəyənir, amma neynim dostlar, çox bəyənirəm də. Yəni ağız dadım hər şeyə uyur. Biraz da fırlandıqdan sonra artıq burada biraz indis kinolara oxşamışam, saçım havada uçuşub. Nəysə dostlar, videomu burada sonlandırıram. Başqa stendləri yoxlamamı istəyirsinizsə, rəylərdə yazarsınız. Videomu bəyənməyi unutmayın. Hələlik.